bir sıra formullardan danışacağım. Lakin ona keçid etməmişdən öncə, gəlin sizinlə birlikdə hər hansısa bir cədvələ, tutaq ki, bizim sales cədvəlimizə bir sütun əlavə etməyi öyrənək. Edit query edirəm və queryyə daxil olacağam. Gördüyünüz kimi bizim cədvəlimiz artıq açılıb və burada mən tutaq ki, istəyirəm ki, məndə olsun, bu satışdır bildiyiniz kimi, satış tutarlarıdır və məndə heç bir qazanc burada əks olunmayıb, düzdür? Və mən bura qazanc əlavə eləmək istəyirəm, qazanc sütunu əlavə eləmək istəyirəm. Tutaq ki, bu qazanc sütunu olsun bu formada. Hər bir satışın 10% qədər, tutaq ki, bizim qazancımız var. Yəni bu şərti təbii ki, olan bir şeydir, amma gəlin necə olunur birlikdə ona baxaq. Deməli, add column hissəsinə daxil oluram və burada custom column düyməsi var. Və burada mən total amount seçdiyim zaman buranı insert eləyəcəm və burada ulduz işarəsini yanındaca 0.1 tutaq ki, 10% dedikdə bu formada OK eləyə bilərəm. Lakin gəlin ad qoyaq. Deməli olsun profit. Bizim olsun qazancımız. Mən burada OK etdiyim zaman gördüyünüz kimi artıq məndə qazanc sütunu yaranmış oldu və mən burada istəsəm tutaq ki, bu formada 2 dəfə klik etməklə də rename edə bilərəm adam. Və burada biz görürük ki, kəsr hissəsindən ibarət olan, yəni decimal formada data tipimiz var. Baxın, burada decimal formada elədiyimizdə 1.2, baxın, bu işarə decimalın işarəsidir. Və yaxud mən bunu whole number-a çevirə bilərəm. Replace current deyə tutaq ki, OK, gördüyünüz kimi tam şəkildə oldu. Geri qayıdıram və təzədən decimal formasına qaytaracağam. OK, bu oldu bizim qazancımız, düzdür. İndi isə mən close and apply deyəcəm. Və mən OK, daxil oldum bu hissəyə. Bu arada bunu da qeyd edeyim. Siz buradan data tipini bu formada da dəyişə bilərsiniz. Text ata bilərsiniz, decimal fərqi yoxdur. Rəqəm formasında olduğu üçün decimal qalsa kifayətdir. Tutaq ki, mən bilmək istəyirəm ki, məndə belə deyək də, kart formasını istəyirəm ki, mən biləm ki, burada məndə xərcim nə qədər olub. Bu halda mən nə edirəm? Gəlirəm new measure eləyirəm və bura yazıram xərc. Bu formada mən yazdım xərc, düzdür? Və mən bilmək istəyirəm ki, sales total amount cədvəlimlə ümumi satışdan çıxsam profiti, yəni salesdan, baxın burada da profiti çıxsam. Bu arada bu sum ümumi cəmləmək üçündür. Yəni ümumi rəqəmi alır sizə. Yəni biz ümumi satışdan profiti çıxsa xərci alarıq, düzdür? Xərc məndə belə bir measure olubdur. Xərc 1 yazıram tutaq ki. OK. Gəlirəm mən burada kart yaradıram və xərc 1-i bura atacam. Baxın, gördüyünüz kimi mənim 92.37k xərcim var, düzdür? Və eyni şəkildə profiti bura atsam, baxın, belə də ümumi ata bilərsiniz, sonrasında karda çevirə bilərsiniz də tutaq ki. Baxın, biz həqiqətən də görərik ki, bu ikisinin toplam cəmi bizə 103k satışı verəcək. Yəni ki, bizim xərcimizlə satışımız bir-birinə cəmi xərcimizdən, daha doğrusu satışımızdan xərci çıxanda biz profiti alacağıq. Bu formada measuredan istifadə olunur. Digər nümunələrə keçməmişdən öncə burada quick measure var. Onu da sizə izah eləmək istəyirəm. Quick measure nə üçündür? Siz hər hansısa bir əllə yazmadan burada çox rahatlıqla tez bazar, yəni quick measure tapa bilərsiniz. Burada base value'muz bizim ya bu formada da eləyə bilərsiniz, buradan da seçə bilərsiniz. Və yaxud da bu formada tutaq ki, biz gəlin elə profitə görə eləyək. Profitə görə bizim qruplar üzrə ortalama satışımız nə qədərdir? Məhsul növünə görə tutaq ki. Və mən burada əd elədikdə gördüyünüz kimi artıq mənim formulam hazır oldu və mən həmin formulanı, baxın bu formada drag and drop deyək də, bu formada eləyib
karda çevirərək bura atıram və gördüyünüz kimi hər məhsul üzrə bizdə ortalama satış qeyd olundu və burada da ölkələr üzrə də ortalama satışa bu formada baxa bilərsiniz məhsul üzrə. Və bu neyniyir? Bu elə bil ki, məsələn, Georgiyada tutaq ki, 2 cür məhsul var və yaxud 3 cür məhsul var. Gəlir onun ortalamasını tapır. Yəni product name-ə görə qoyduğumuza görə bu formada ortalamanı tapır. Deməli biz bayaq SAM-dan danışdıq da, SAM-ı izah elədim sizə. SAM-X isə yəni SAM var, bir də SAM-X var. SAM-X isə sətir-bəsətir tapır. SAM ümumi tapır. SAM-X isə sətir-bəsətir sizə tapıb rəqəmləri verə bilər. Yəni ki, hər sətir üzrə, yəni row by row sizə ümumi satış tutarını verə bilər. Bu daha çox istifadə olunan yəni funksiyalardır, formulalardır, belə deyək. İndi isə mən sizə danışmaq istəyirəm calculate formulasından. Calculate formulası hər hansısa bir siz ona ifadə verərək onu filtrləyə bilərsiniz. İndi məsələn bir nümunə üzərindən gedək. Tutaq ki, mən burada sum eləyirəm və satış həcmimin, tutaq ki, mənim ümumi satışımın belə deyək, nə qədəri tutaq ki, hansı müştəri məndən nə qədər satış alıbdı. Mən tutaq ki, demək istəyirəm ki, P001 nömrəli müştəri məndən nə qədər satış alıbdı da, düzdür? Bu formada mən nə edirəm? Deməli, sales product ID deyəcəm və burada bərabər eləyəcəm. Dırnaq işarəsində yazıram. Əslində, məsələn, sizdə əgər product ID 100 olsa, bu formada yaza bilərsiniz. Amma məndə hərf və rəqəm olduğu üçün P001 olaraq qeyd eləyəcəm və bu formada artıq qeyd eləyib formulamı yazıram və formulamda bir error çıxdı. Çünki burada dırnaq işarəsini qoymamışam birini. Okay, bu formada artıq mənim formulam hazırdır və mən kart əlavə eləyib, burada hansı formula idi? Okay, bu formula idi da. Bu formulanı əlavə eləyə bilərəm bura və gördüyünüz kimi mənim bir rəqəm çıxdı ortaya da, yəni 2K çıxdı, düzdür? Mən bundan necə əmin ola bilərəm? Gəlirəm product ID-ni, atıram bu hissəyə və burada bir slicer'a çevirirəm. Slicer, okay. Slicer'a çevirdim. Tutaq ki, mən bilmək istəyirəm P001 həqiqətən də doğrudurmu və mən bunu bu formada elədikdə görürsünüz, burada da eyni rəqəmi mən ala bilirəm. Yəni ona görə də mənim belə çıxır ki, P001 üzrə satışım bu qədərdir. Və P002 üzrə məsələn P001 etdim. Bu formada məndə heç bir dəyişiklik olmadı. Bir dəqiqə. Okay. Baxın, P001 etdim və burada məndə sırf P001 görsəndi. Amma məsələn P002 etsəm, burada 2K görsənəcək. Niyə? Çünki 12K əslində 12K-dır, amma burada 2K görsənir. Niyə? Çünki mənim hesablamamda mən P001 olaraq qeyd eləmişəm. Ona görə də bu formada işləyir. Calculate-dən də bu qədər idi. Ümumi düşünürəm ki, Power BI-ı əhatələdim. Yəni təbii ki, işlədikcə sizdə yeni funksiyalardan, formulalardan da istifadə edə bilərsiniz, başqa vizuallardan da istifadə edə bilərsiniz. Əlavə problemlər də çıxa bilər ortaya. Yəni əsas ümumi məhz budur. Yəni əsas ümumi əhatəmiz budur. Yəni vizuallar bu formada yaranır. Əlavə də nə suallarınız olarsa, şərh hissəsində bildirə bilərsiniz və yaxud sosial media üzərindən mənimlə əlaqə saxlayıb bütün suallarınızı verə bilərsiniz, birlikdə baxa bilərik. Son olaraq belə deyək, bir dənə bunu da izah eləyim sizə, bunu da göstərim. Map funksiyasından, daha doğrusu vizualından danışmışdıq. Map-i necə istifadə edirik? Gəlin buna baxaq. Tutaq ki, bura biz location qeyd eləməliyik və upgrade map eləyək. Bir dəqiqə ümumi hamısı görsənsin. Və mən burada bir location əlavə eləməliyəm. Bildiyiniz kimi məndə ölkə üzrə locationlarım var idi və burada country-ni bura əlavə etdiyim zaman
Mən burada ölkələri artıq görə bilirəm çox rahat bir şəkildə və mənim sayzıma total amount daxil olub. Çünki mən total amount-u burada rahatlıqla satışları, yəni ölkələr üzrə satışlarımı görə bilərəm. Baxın, biraz da uzaqlaşdırsaq, yəni map-i də bu formada sizin dashboardunuz maraqlı görsənsin deyənə istifadə eləyə bilərsiniz və yaxud burada country-ni silib tutaq ki, burada city əlavə etmək olar. Bu arada mən məsələn şəxsi təcrübəmdə qarşılaşmışam. Əgər şəhərləri falan siz Azərbaycan dilində yazsınız, bu götürməyəcək. Ona görə də siz şəhərləri ingilis dilində qeyd eləməlisiniz ki, bu map onu tanısın. Yəni mən də qarşıma çıxıb, ona görə də sizə qeyd eləyirəm. Baxın, burada da şəhərlər üzrə siz avtomatik olaraq görə bilərsiniz ki, hansı şəhərdə nə qədər satış olub və həmin mapin də ümumiyyətlə dizaynını da, yəni necə formada istəyirsinizsə dəyişə bilərsiniz. Baxın, burada sayzı böyüdüb kiçildilə bilərsiniz və yaxud da rəngini dəyişə bilərsiniz. Bu formada məsələn rəngini də dəyişə bilərsiniz gördüyünüz kimi. Müxtəlif yəni funksiyalar burada əlavə etmək olar. Ümumi bu qədər idi Power BI. Əgər əlavə proyektlər, növbəti aylarda, bilmirəm, yəni düşünürəm, əlavə bir proyektlər olarsa, yeni fərqli bir dashboard burada birlikdə qurarıq, yeni videolar əlavə eləyərəm. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Nə suallarınız olsa mənə bildirməyi unutmayın. Bir də sizdən çox xahiş eləyirəm ki, kanalıma abunə olub videoları da bəyənməyi unutmayın. Təşəkkür eləyirəm, sağ olun.